Nə qədər oxusam da xeyri yoxdur. Heç bir halda sınaqlarda, dərslərdə irəliləyiş hiss edə bilmirəm. Videomuzun mövzusu budur. Sonuna kimi izləyin. Bəs biz nə edək ki, bizim oxuduqlarımız yadımızda qalsın, bizə fayda versin. Səhifəni izləyin. Bismillah, getdik. Baxın, dərs oxumaqla, bir şeyə göz gəzdirməklə onu öyrənmək başqa şeylərdir. Oxumaq bir şeyə nəzər yetirməkdir, baxmaqdır. Amma öyrənmək düşünməkdir. Sən düşünmürsənsə, yəni oxuduğunu düşünmürsənsə, öyrənmirsən. Öyrənə də bilməyəcəksən. Sadəcə şəklinə baxıb gedirsən. Hər gün, bəlkə də 10 ildir məktəbə eyni yolu gedib gəlirsən. Bir vaxt belə başını yuxarı qaldırırsan, görürsən ki, qəşəng böyük bir ticarət mərkəzi açılıb. Və birdən yanında sinif yoldaşından soruşursan ki, bunu nə vaxt açdılar? Deyirsən ki, o da sənə deyir ki, bu 2 ildir fəaliyyət göstərir. 2 ildir sən onun qarşısından keçmisən, neçə dəfə baxmısan, amma görməmisən. Məsələ, səbəb budur ki, sən ora baxanda diqqətin başqa yerdə olub. Ona görə biz bir dərsi sadəcə üzündən hekayə, roman oxuyar kimi oxuyub keçiriksə, təbii ki, orada bir fayda olmayacaq, yadımızda qalmayacaq. Baxın, fərz edin ki, siz nəyi, hekayəni belə zövqünə oxuya bilərsiniz və yaxud şeiri zövqünə oxuya bilərsiniz. Əlbəttə ki, sən Sacilər dövlətini oxuyursansa, Əbu Saz Divdadla Abbasilər arasında hansı münasibət olub, sən buradan hansı zövq ala bilərsən? Zövq ala bilməzsən. Əlbəttə ki, o zövq almaq üçün deyil, o əziyyət çəkmək üçün, o öyrənmək üçün. Bax, sənin əgər beynin olmasa, bir seriala baxırsan, bir şey ki, sən o seriala baxdığın vaxt, filmə baxdığın vaxt, qıraqda sənə söz deyirlər kənardan, sənsə eşidirsən, amma anlamırsan. Niyə? Çünki bütün diqqətinlə ekrandasan, o izlədiyin filmin içərisindəsən, o mövzudasan. O gün bir filmə baxırıq, döyüşə baxırıq dayıoğlu ilə, İslamın döyüşünə baxırıq, yox, Hamzatın döyüşünə baxırıq. Deyir, indi bax, deyir, filan yerdir, sol əlindən zərbə vuracaq, filan yerdə ayağa qalxacaq, adam da bunun belində filan. Yəni, o qədər dəqiq, detallı izləyib. Bu adamın beyni olmasa, o şeyləri, o xırdalıqları necə yadında saxlaya bilər? Demək, insanın beyni var. Sadəcə onu öz istədiyi səmtə yönəltməlisiniz də dərs oxuyan zaman o dərsi, oxuduqlarınızı gözünüzün önündə canlandırmağı bacarmalısınız. Oxuduğunuz cümləni anlamalısınız. Yaranan sualları axtarmalı, araşdırmalısınız ki, sizə faydası olsun. Əks halda heç nə öyrənməyəcəksiniz. Bir səhifəni oxudun, oradan bir şey anlamadınsa, o dərs sənin yadında qalmayacaq. Anlamayana qədər, başa düşməyənə qədər digər mövzuya keçmirsən. Əgər orada müqavilə varsa, məsələn, tutaq ki, filan müqavilə baş verdi, filan dövlətlər arasında müqavilənin şərtlərinə görə filan şəhərlər, bu dövlətdə digər şəhərlər filan dövlətdə qaldı və sən mütləq o şəhərləri xəritədə bilməlisən, harada yerləşir və digər şəhərlərdə xəritə ilə onu yadında saxlamaq bacarmalısın. Yoxsa baş hərflərini uyğunlaşdırıb əzbərləyin bu şəkildə yox, mövzunu dərk eləməlisən. Bir əsərdən bir obrazı, bir hekayəni oxuyursanız, o baş qəhrəmanı yaşadığı obrazı düşünməlisən, sanki özünü orada təsəvvür eləməlisən. Necə ki, mahnını eşidəndə bir növ kövrəlirsən, sanki orada artıq o mahnıdakılar deyil, sən özün öz həyatından nəyisə uyğunlaşdırırsan, duyğulanırsansa, eynən bir əsəri, bir hekayəni, bir şeiri öyrənən zamanda, yəni dərslə, ədəbiyyatdan öyrənən zaman mütləq oradakı obrazı biraz qınamalısan. Burada əslində bu cür eləməməlidir, burada əslində elə bunu bu formada eləsə də, biraz qınayıcı yanaşsan, o zaman artıq bu biraz tənqidi yanaş, orada təhlil elə və bu zaman artıq səndə inkişaf olacaq. Yəni, kör-köranə, uşaq 5-ci sinif, 3-cü sinif uşağı, 4-cü sinif uşağı şeiri, hekayəni əzbərib danışılmış kimi, yəni o formada öyrən, uşaq kimi öyrənmə, böyük kimi öyrən. Necə kişisən, yəni böyük qızsan, sən artıq bunu böyük yetkin insan kimi öyrənməlisən, onu fikir bildirməlisən. Və bu şəkildə öyrənəndə bəli faydası da olacaq.
Yanvar ayından etibarən siz bizim qruplara qoşulsaz, imtahana qədər hər gün bizlə işləyəcəksiniz. Yəni hər gün dərs, canlı, sınaq, hər şey olacaq. Və imtahana qədər proqramı ən azı 2 dəfə təkrar etmə imkanı əldə edəcəksiniz. Bu qruplara qoşulmaq üçün 055 597 0151 yazırsınız və bizim qruplara qoşulursunuz. Bu qədər, səhifənizi izləməyi yaddan çıxarmayın. Sağ olun.